Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz, ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyinirsiniz, çalışırsınız. Mövzumuz yenə aktualdır, yenə də mövzumuz nevrozdur, nevrostaniyadır. Nevroz ümumi adıdır, dünənki söylədiyim kimi, amma nevrozun arxasında nələr durur, onu günləri biləcəksiniz. Mən ubijdeniya deyəndə inazdan irəli gəlir. Siz nə başa düşürsünüz məsələn? Siz başa düşürsünüz ki, tutalım siz fikirləşirsiniz ki, mən rakam 100% ona inanırsınız və nevroz oradan yaranır. Ubijdeniya o demək deyil, inanc o deyil. Və biz o vırjını nevrozdur, nevrostaniya, yəni vırjını, necə deyim, o üzdə olan bir şeydir, yəni sizin şikayətlərinizdir, yəni ağrılar filan və yaxud nəyəsə reaksiya vermək özünüzdən asılı olmayaraq, amma bunun kökü var, kökü gəlir hara dirənir, uşaqlığa. Məsələn, götürək isterik nevrozları. İsterik nevroz nədən irəli gəlir? İsterik nevroz, onlar həmişə vнимaniyanı xoşlayırlar. Vнимaniya nədir? Özlərinə diqqəti xoşlayırlar. Yəni həmişə istəyirlər ki, bunlar diqqətdə olsunlar, hamısı işin gücünü açsın, buna fikir versinlər, bunu əzizləsinlər. Pastayanı bu ön planda olsun. Bu, bax, iminli budur onun problemi. Anlatabildim mi? Yəni, isterik nevrozda budur. Onlar yalancı pristuplar tutur, yalancadan onlar üstünə qoyurlar, ağlayırlar, özlərini yazıq kimi aparırlar, güya ürək getmələri olur, filan olur, yəni cəlb eləsinlər insanlar, yaxınları bu diqqət mərkəzində olsun, yaxınları buna yazılı gəlsin və s. Bu nədən irəli gəlir ki, bu nevrozdur. İsterik nevroz. Kökü nədir? Kökü odur ki, bu cəlb eləmək üçün, yəni diqqət mərkəzində olmaq üçün eləyir. Bunun da kökü uşaqlıqdan irəli gəlir. Uşaqlıqda məsələn 3 uşaq olub və yaxud 5 uşaq olub və yaxud 2 uşaq olub. Uşağın digərinə çox diqqət ayırıblar, amma bu uşağa diqqəti az eləyiblər. Bu neполноценный bir kompleks yaradır bu insanda, yəni böyüyəndə də o qədər orada kasatdır ki, həmən onun o baxımından ki, buna diqqət az yetiriblər. Bu böyüyəndə bax o başlayır nevroz biruzə verir və belə bir nevrostaniyadan əziyyət çəkməyə başlayır. Kökü ancaq gedir yenə uşaqlığa, diqqətsizlik ucbatından və s. Məsələn, hipoxondriya nə deməkdir? Hipoxonlarda da neполноценный kompleksi var, o da uşaqlıqdan irəli gələn bir şeydir. Əgər biz irsi bir faktoru qoysaq qırağa, irsiyyət də var. Bunlarda da o qədər bunları əzizləyiblər, o qədər çölə çıxma, ayağa yalın çıxma, bunu eləmə, xəstələnərsən və s. və s. və s. və s. Bunu qorxudublar. Bu böyüyəndə də eyni qorxunu yaşayır. Bunun ancaq fikri, zikri mən ağır bir xəstəlik tapa bilərəm düşüncəsi ilə yaşayır. Anlatabildim mi? Kökü nədir? Neполноценный kompleks. Yəni bu insan aslıdır. Kimdənsə aslıdır. Valideynlərindən, ondan, bundan, həkimdən və s. Ümumiyyətlə bu asıllıq, yəni ona görə mən həmişə deyirəm ki, valideynlər uşaqları sərbəst buraxmalıdırlar.
nevroz uşaqlıqdan başlayır. Anlatabildimmi? 20 yaşında nə bilim bu bəhanələrdir. Mənə çoxu müraciət edir ki, mən bir dəfə xəstələndim, bəlkə ondan sonra nevroz oldum. Biri deyir, mən avariya düşdüm, ondan sonra belə oldu. Onlar hamısı boş, cəfəngiyatlı şeylərdir. Nevroz körpəlikdən başlayır. Anlatabildimmi? Sizi necə böyüdüblər? Elə insanlar var ki, həmişə onları, məsələn, sən mənsiz heç nəsən, sən mənsiz heç nə eləyə bilmərsən, sən bacarmırsan, sən nə bilim, bunu eləyə bilmədin, sən nə bilim filan və o qədər kritikavat eləyirlər bu uşağı ki, uşaq böyüyəndə samoverens yoxdur, samatsenka yoxdur, özünə güvən yoxdur, anlatabildimmi? Yəni bu nə deyiləsə elə bilir ki, səhv elədi. Kimdənsə asılı qalır, kimdənsə məsləhət almaq istəyir, kiminsə sözü ilə oturub durmaq istəyir, anlatabildimmi? Yəni, oradan başlayır, buna nipalnasen kompleks deyirlər. Və yaxud insanlar var ki, məsələn, necə deyim sizə, başa salım ki, biləsiniz. Yəni, nevrozlar adətən, məsələn, itkilərdən qorxurlar. Uşaqlıqda indi atasını itirib və yaxud ən yaxın insanını itirib və s. Bu itki qorxusu böyüyəndə də hər zaman itirməkdən qorxur. Tək ümumiyyətlə ayaq üstə qalmaqdan qorxur. Qorxur boşanaram, mən neyniyərəm? Məsələn, adi insanlar nə düşünür? Düşünür, boşanaram, birində alaram və yaxud boşanaram da tək yaşayaram və s. Bunlar da tragediyadır. Fikirləşir, yox, mən bacarmaram. Valideynlərimi itirsəm, mən neyniyərəm? Və s. Anlatabildim-mi? Yəni, bu da uşaqlıq kompleksindən, yəni uşaqlıq travmalarından. Yəni, travma deyəndə siz elə bilirsiniz ki, travma hansı bir olay travmasıdır. Yıxılmışsınız və yaxud nəsə tragediya baş verib, siz qorxmusunuz və travma almışsınız, sonra nevroz olmuşsunuz, belə deyil, anlatabildim mi? Oradan irəli gələn bir şeylərdir, uşaqlıq gedişatından. Necə sizi böyüdürlər? Kompleksdir. Birinci işləyəndə biz üzdə olan, təbii ki, siz nədən şikayətlənirsiniz, biz onu aradan götürürük, sonra başlayırıq sizin ubijdenyalarınızdan. Anlatabildim mi? Məsəl üçün, mən işdən çıxmağa qorxuram. Və yaxud mən qorxuram ki, müdürüm mənə artıq söz deyər. Ay bala, müdür sənə artıq söz desə nə olar? Elə bilər ki, mən bu işi bacarmayan insanım. Yəni, samoubijdeniya yoxdur, samatsenka yoxdur, özünə qiymət verib, özünə güvən yoxdur bu insanda, anlatabildim mi? Bu asılıdır, bu müdiriyyətdən, bu nə bilim kimdənsə asılılığı var. Tək düşünmür ki, mən buradan çıxaram, başqa yerə gedərəm. Və yaxud mən bu hərəkəti eləməyə qorxuram. Niyə? Deyərlər ki, sən pis adamsın. Bu insan o qədər uşaqlıqda buna deyiblər ki, sən pissən, sən bunu bacarmadın. Bu böyüyəndə də elə istəyir, bunda kompleksiya. Elə istəyir ki, bu nəsə eləsin, hamının gözündə yaxşı olsun. Anlatabildim mi? Nevroz oradan köklənir, oradan başlayır. Tamam mı? Reaksiya vermək. Yəni, kimsə yolda, bacada sizə nəsə deyərsə, siz dərhal ona reaksiya vermək istəyirsiniz ki, necədir? Mən ondan üstünəm. Mən onun qabağından yeyə bilmərəm. Mən ona, o bir dənə deydi, mən 5 dənə geri ona deyim. Hətta əl də qaldıra bilərəm ona ki, ətraf desin ki, halaldır bunu. Malades. Bu yemədi qabağında. Amma gəlin bunu kənardan normal bir şəkildə, normal bir ağılla yenə bir dənə xırdalayaq, görək hansı yaxşıdır. Bir normal
ziyalı bir insan kimi oturun, tipa siz ziyalısız kənardan bu epizoda fikir verirsiniz. İki nəfərin konflikti var. Biri atlanır, düşür filan, söyür, batırır. O birisi de gelir, o da söyür, batırır, vurur, nəmliyini. Siz hansına qiymət verərsiniz? Bir de var ki, biri atlanır, düşür, söyür, batırır. O biri deyir ki, çox sağ ol, Allah köməyin olsun. Allah yolu açıq eləsin. Fırlanır, üzünü çevirir, çıxır gedir. Mən şəxsən ikinci variantı bəyənirəm. Mən o insanı ağıllı kimi, zeynli kimi, yəni dərrakəli kimi, əsl centilmen kimi qələmə verərdim. Və ona yüksək bal verərdim. Ki, o da özünü, obursunu tayi eləmədi. Özünü gətirib obursının səviyyəsinə neynədi, salmadı. Anlatabildim mi? Amma obru atlanıb düşən filan təbii ki, hamısının gözündə bir köpükli insandır. Amma onun üçün o adi insandır, nevroz deyil, onun üçün o boş şeydir. Yəni o buradan anqırdı filan elədi, qışqırdı, bağırdı, söydü, batırdı, yoluna davam elədi, yaşayışını da davam eləyir. Amma nevroz elə deyil. Nevroz ona reaksiya versə, mən, yox, necədir, mən onun qabağında, sonra onun əziyyətini çəkəcək. Niyə mən belə elədim? Ay qıraqdan baxdılar, deyəcəklər, bu nə tərbiyəsiz insandır. Bu nə pis insandır, onun əziyyətini çəkməyə başlayacaq. Tamam mı? Ona görə də siz polnocennosda orada görəcəksiniz, susacaqsınız, reaksiya verməyəcəksiniz, çıxıb geyəcəksiniz, sağ-salamat evinizdə birinci kriminaldan uzaq olacaqsınız, ikincisi də o sizə udavostiya verəcək, elə ləzzət eləyəcək sizə. Baxın, oradan başlanır sağalma metodu, sağalma prosedurlar, proseslər oradan başlayır. Sizə o, bilirsiniz nə qədər ruh şey verəcək ki, siz görək, mən nə boyda insanam, nə boyda səbrin yiyəsiyəm ki, mən nə boyda insanam ki, mən özümü onun səviyyəsinə salmadım, sustum və yoluma davam elədim. Sağ-salamat ailəmin yanındayam, uşaqlarımın yanındayam, sevdiklərimin yanındayam. İndi Allah bilir, bir dənə o deyəcəkdi, bir dənə mən deyəcəkdim, bir dənə o vuracaqdı, bir dənə mən vuracaqdım. İndi haralardaydı, bunu bir Allah bilir. Sonra da vtorostepən onun əziyyətini çəkəcəkdim. İndi sağ-salamat isti yorğun döşəyimdə yatıram. Baş qulağım dinc, heç kəs məni axtarmır, heç kəs məni narahat eləmir. Anlatabildim mi? Hansı yaxşıdır? Əlbəttə ki, rahatlıq daha yaxşıdır. Ona görə ubicdeniyalar oradan başlayır. Mən pisəm. Mən qorxağam. Məni heç kəs sevmir. Hamı məni sevməlidir. Hamı üçün mən yaxşı olmalıyam. Bax, kök budur. Anlatabildim mi? Problem buradadır. Və ubicdeniya inanc. Buna inancı deyirəm. Yoxsa ürəyim sancdı, mən infarktdan buna inanıram. Ubicdeniya bunadır. O mənada mən demirəm inanc. Anlatabildim mi? Səhv başa düşməyim. Kök, təbii nevrozun kökləri çoxdur. İnancdır, emosional problemdir. Çox xırdalıqlar, detallar çoxdur. İndi yavaş-yavaş mən sizi bu yolda ayıldacam, narahat olun. Ona görə də mənim əzizlərim, nevrozun əsas problemi simptom deyil, psixosomatika deyil, nevrostaniya deyil. Anlatabildim mi? Yəni vegetativ sistem də deyil, nə qədər aktiv, həssas olsa belə, kök var burada. Kök. Anlatabildim, köklərini də mən sizə izah elədim.
Əsas məsələ oradan başlayır. Onlarla işləmək lazımdır. Anlatabildim mi? Mən sual uşaqlıqdan və valideynlərdən verəndə pisinizə gəlir və yox, çox əla idi. Valideynlərimlə mənim münasibətim elə o pisdir. Anlatabildim mi? O pisdir. Və qurdalayanda görürsən ki, valideynlər sizi üfürə-üfürə böyüdüb, valideynlər sizi orada oturma, burada otur, ay bala soğuk olar, ay bala corabı giyin, ay bala, ay bala, ay bala, böyüyəndə də bu günə düşmüsünüz. Problem oradadır. Anlatabildim mi? Siz anlaya bilmirsiniz. Mən suallar verəndə bəzən filan, mən sizə ABC sxemi deyirəm, mən sizə deyirəm bu blankı doldurun, siz ağzınıza gələni doldurub atırsınız, 99%. Biriniz bir dənə düz əməlli şey yazmırsınız. Ancaq simptomdan danışırsınız. Ancaq kimdənsə konfliktdən danışırsınız. Nə bilim, belə lazımsız şeylər. Kökə heç kəs köklənmir. Heç kəs asozunu demir ki, ay bala, mənim problemim. Mən hamısı üçün yaxşı olmaq istəyirəm. Vəsə, problemim budur. Biz də onunla işləyək. Anlatabildim mi? Kök budur. Və yaxud heç kəs məni sevmir. Mən də istəyirəm bütün hamısının diqqəti məndə olsun. Diqqət mərkəzində olur. Biz başlayaq orayla işləyək. Anlatabildim mi? Siz blankı da belə düz, mən eləmirəm, cəhənnəm, 50 dəfə deyirəm, yenə də eyni şey. Bəziləriniz licbi vaxtınız boşuna getməsin deyə bir aylıq yazılırsınız bu seansa, bir gününüz, bir saatlığınız boşa getməsin deyə istifadə edirsiniz. Bütün simptomlarınızı, bütün nə çəkirsiniz, nə düşüncələriniz, negativləriniz var, onları deyirsiniz. Mən də seyirbaz deyiləm ki, mən bir sırazı ondan işləyim, sizi düzəldim. Amma əsas kökləri yaddan çıxardırsınız. Ora vəbşə toxunmursunuz. Və yaxud sizə sual verəndə acığınıza gəlir. Deyirəm, uşaqlıqda valideynlərimizlə münasibətiniz filan bəsməkən acığınıza gəlir. Anlatabildim mi? Amma məqsəd o deyil, axı mən məqsədi bilmək istəyirəm sizdə. Nədir bu problem? İpaxonlarda adınızın açın. O heç. İpaxonlara o qədər əzizləyiblər, o qədər qorxudublar, böyüyüblər, qorxaq olublar və deyəndə ki, mən vallah belə deyildim, mən bilsən nə edirdim, dağı dağ üstə qoyurdum, söküb dağıdırdım, mən sizə inanmıram əzizlərim, siz qorxaqsınız. Siz övladlarınızı belə verərsinizə, licbi sizə heç nə olmasın. Bax, belə bir insansınız. Mənim üçün Məlik Məmmədin nağılını danışmayın, özünüzü qəhrəman kimi göstərməyin. Baxın, kök oradadır. Özünüzü qəhrəman kimi göstərməyin. Axı, o deyilsiniz. Siz qorxaqsınız. Siz mənə zəng vuranda, artıq yazanda mən bilirəm ki, siz nə dərəcəli insansınız. Siz qorxaq olmasanız, məni niyə axtarırsınız? Ürəyiniz möhkəm döyünəndə, məsələn, 120-130. Niyə məni axtarasınız ki, uzanarsınız, qorxmursunuzsa, deyərsiniz üzü qibləyə. İlahi, əşhədü ən kəlmə-i şəhadətinizi deyərsiniz də elə. Day niyə siz mənə zəng vurursunuz? Qorxudan zəng vurursunuz da. Təbii qorxursunuz. Və sonra özünüzü gülməlisi odur ki, qəhrəman kimi göstərirsiniz. Yox, nədən mən qorxmuram. Prosta bu şey oldu, birinci dəfə idi, dedim görəsən nədən ola bilərsən, nə fərqi var o nədəndir? İnfarktdır, insultdur, qorxmursan axı sən. Nə fərqi var? Neysə, özünüzü mənə yaxşı tanıtdırmayın, mən sizi 5 barmağım kimi tanıyıram. Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun, həmişə sağlam olun, cümrah olun və gələn görüşlərə dək mənim əzizlərimi öpürəm, bağrıma basıram. Sağ olun, sağlıqla qalın.